Bugün bibimlə şəhər tərəfə çıxmaq istəyirik və kofe məkanını axtarıram. Mingəçevirdə yerləşirəm. Məsəl üçün Mercury Coffee. Belə məkanını da göstərək bu şəkildə. Qəşəng yerdir. Sonra Waffle Store Mingəçevir var. İndi makyaj edəcəm. Həmişəki makyajım olduğu üçün çox bitirməmə ehtiyac yoxdur. Sadəcə bu məhsullardır. Bu şəkildə. Makyajımı etdikdən sonra isə çantamı yığacağam və evdən çıxacağıq. Otur bu tarafa. Deməli, evə gəldik və sizə indi aldıqlarım. Belə bir su qabı aldım. Yəni içinə kofe, su, çay və s. qoymaq olur. Bu şəkildə burada belə kofe içmək olar. Burada da pipetli tərəfi var. Bu şəkildə. Daha sonra hazırlığa aparmaq üçün belə bir çanta aldım. Bakıya qaydanda avqustdan artıq başlayacağam hazırlığa. Ona görə də məncə bayağı kullanışlı bir çantadır bu şəkildə. İçi bayağı genişdir və qabaq hissəsində belə qələm yeri də var. Belə burada da artıqdan şəffaf yer var. Və indi isə keçirəm Olivia'dan aldıqlarıma. Belə bir saç tökülməsinə qarşı sprey. Bunu bibimə aldım. Selenesin belə bir misellar suyu. Normalda birinci Nivea'nın, yox Garnier'inkini götürmüşdüm. Sonra kassadan keçmədi deyə dəyişdirdim. Həm də bu yağlı dərilər üçündür. Bu da bibimin şampunudur. Misellar suyu üçün makyaj silmə pamuğu aldım. Bunu başqa bir bijuteriya yerindən almışam. Belə bir sırqa. Və son olaraq Divaj'ın belə bir dodaq balzamını aldım. Və son olaraq Divaj'ın belə bir lip balmını aldım. Bunu çoxdan da yoxlamaq istəyirdim. Və üz üçün belə bir maska aldım. Axşamları vurulur.